Salam. Hazırda səsimin tonuna fikir verirsiniz? Bilərəkdən o gecə yarısı radio aparıcılarının istifadə etdiyi o sakit, inamlı səs tonundan istifadə edirəm. Niyə? Çünki bu ton anında güvən yaradır, mühiti sakitləşdirir və ən əsası qarşınızdakı insanın müdafiə instinktlərini işə salmadan sizin avtoritetinizi qəbul etməsinə şərait yaradır. Təhlilimizə xoş gəldiniz. Bugün biz insan davranışı və ünsiyyət barədə bildiyimiz hər şeyi alt-üst edən bir mövzuya toxunacağıq. Keçmiş FTB girov müzakirəçisi Chris Voss'un sirlərini açır və onun inanılmaz strategiyalarını həm biznes, həm də gündəlik həyatınızda istifadə edə biləcəyiniz praktik bir ustad dərsinə çeviririk. Yaxşı, gəlin birbaşa mətləbə keçək. Bugünkü elit təlim proqramımız sanki bir bələdçi xəritəsidir. 1. Müzakirənin yeni qaydaları. 2. Taktiksel empatiya. 3. Güzgüləmə və etiketləmə. 4. Kalibrilənmiş suallar. Və nəhayət 5. 7-3-55 qaydası. Həyatınızı dəyişəcək bu səyahətə hazırsınızsa, başlayaq. Birinci bölməmiz – müzakirənin yeni qaydaları. Bilirsiniz, əksəriyyətimiz müzakirənin sadəcə məntiq və rəqəmlərdən ibarət olduğunu düşünürük. Amma gəlin bu köhnə mifi elə buradaca qıraq. Biz insanlar qətiyyən rasional varlıqlar deyilik. Tamamilə emosionalıq. İstər sadəcə kiçik bir maaş artımı istəyində olun, istərsə də milyon dollarlıq nəhəng bir şirkət müqaviləsi bağlayın, o masanın arxasında həmişə emosiyalar əyləşir. Chris Voss'un bütün fəlsəfəsinin ürəyi məhz bu sözlərdə gizlidir. Narahatlıq yaratmadan narazı olmağı öyrənən şəxs müzakirənin ən dəyərli sirrini kəşf etmişdi. Fikir verdinizmi? Bunu necə yavaş və səs tonumu aşağı salaraq dedim? Çünki məqsədimiz qarşı tərəfi qətiyyən aqressivləşdirmədən, onları müdafiə mövqeyinə çəkilməyə məcbur etmədən öz üstünlüyümüzü və avtoritetimizi qura bilməkdir. Həmişə bizə öyrədiblər ki, sağlam müzakirə mütləq qazan-qazan və ya hər kəsin ortada görüşdüyü bir kompromislə bitməlidir. Amma əsl yüksək riskli vəziyyətlərdə bu fəlakət ola bilər. Voss çox haqlı olaraq xəbərdarlıq edir ki, kompromis adətən hər iki tərəfin nifrət etdiyi, zəif və yarımçıq bir nəticə deməkdir. Əsl ustalıq fərqi yarıya bölmək deyil, masanın altındakı o gizli, görünməyən emosional sürücüləri və əsl ehtiyacları üzə çıxarmaqdır. İndi isə gəlin görək bu fundamentin üzərində nə qururuq. İkinci bölməmiz taktiksel empatiya. Bu, bildiyimiz o sadəcə baş yelləyib dərd dinləməkdən ibarət olan ənənəvi empatiya deyil. Bu, olduqca strateji və kəskin bir silahdır. Bəs bu slaydın ən can alıcı, ən maraqlı nöqtəsi nədir? Taktiksel empatiyanı çoxların yanlış anlayaraq təslim olmaq kimi qəbul edir. Yəni, mən onunla razılaşıram. Qətiyyən, bu, sadəcə olaraq qarşı tərəfə özünü dərindən anlaşılmış və tamamilə təhlükəsiz hiss etdirmək sənətidir. İnsan onsuz da anlaşıldığına əmin olanda bütün qoruyucu divarlarını dərhal yıxır. Əsl müzakirə də məhz o divarlar yıxılanda başlayır. Üçüncü bölməmizdə biz bunu praktikada necə tətbiq edəcəyimizi öyrənəcəyik. Taktiksel empatiyanı icra etmək üçün inam qurucu ən güclü alətlərimizə, güzgüləmə və etiketləməyə nəzər salaq. Ünsiyyəti nəyəsə bənzətməli olsaq, o şübhəsiz ki bir mahnı olardı və bu bənzətmə hər şeyi necə də mükəmməl izah edir. Sizin qeyri-verbal işarələriniz, duruşunuz və səs tonunuz bu mahnının melodiyasıdır. Ağzınızdan çıxan sözlər isə sadəcə mahnının mətni. Melodiya olmasa, sözlər heç bir hiss yarada bilməz. Nə qədər məntiqli danışırsınız danışın, səs tonunuz düzgün deyilsə, sözləriniz sadəcə havaya sovrulacaq. Gəlin güzgüləmənin dəqiq, addım-addım necə tətbiq olunduğuna baxaq. 1. Bayaq haqqında danışdığımız o inamverici DJ səsi. 2. Cümləyə birbaşa üzr istəyirəm ilə başlayırsınız. Çünki bu kiçik detal anında gərginliyi alır. 3. Qarşınızdakının son dediyi ya da ən vacib olan 3 sözü təkrarlayırsınız. Və 4-cü addım sükut. Bəli, sadəcə susursunuz. Bu susqunluğun onlarda necə təsirli bir boşluq yaratdığını və o boşluğu doldurmaq üçün necə dərhal danışmağa başladıklarını görəcəksiniz. Nihayət, bu prosesi ehtiyac olduqca təkrarlayın. Cəbhəxanadakı növbəti alətimiz etiketləmədir. Etiketləmə, rəqibinizin emosiyalarını açıq şəkildə adlandırmaq, onların adını qoymaqdır. Məsələn, görünür ki, bu məsələ sizi doğrudan da narahat edir və ya sanki belə səslənir ki, sizin tamamilə fərqli prioritetləriniz var. Bununla siz onların hisslərini təsdiqləyirsiniz. Amma yadda saxlayın, burada ən mühüm qayda hər etiketdən sonra mütləq strateji bir fasilə verməkdir. Siz susursunuz ki, onlar dərinlərə enib sizə daha çox məlumat versinlər. Bəs etiketləmənin ən usta, ən yüksək səviyyəsi nədir? İttiham auditi. Cəsarətli səslənir elə deyilmi? Müzakirə hələ başlamamışdan əvvəl otaqdakı fili necə kənarlaşdırırsınız? Çox sadə. Qarşı tərəfin sizin haqqınızda düşünə biləcəyi ən pis ehtimalları və qorxuları ilk siz dilə gətirirsiniz. Məsələn, yəqin düşünürsünüz ki, mən xudbinəm və sadəcə öz xeyrimi güdürəm. İnanılmazdır, amma bu neqativ qavrayışları proaktiv şəkildə masaya qoymaq bütün emosional bariyerləri bir anda çilik-çilik edir. 4-cü bölməmiz kalibrlənmiş suallar. İndi isə alətlər qutumuzdakı ən zərif, amma bəlkə də ən təsirli manipulyasiya alətinə keçirik. Bu alət sizə gəmini tam səssizcə idarə etməyə imkan verir. Eyni zamanda qarşı tərəfə sükanın məhz onlarda olduğu illüziyasını yaşadır. Ənənəvi qapalı suallar bizə sadəcə 2 nəticə verir. Mənasız bir bəli və kəskin bir xeyr. Soruşursunuz ki, bunu edə bilərsinizmi? Cavab gəlir, xeyr
Vəssalam, söhbət bitdi, divara çırpıldınız. Lakin Voss'un kalibrlənmiş sualları tamamilə başqa cür işləyir. Nə və necə ilə başlayan bu suallar qarşı tərəfi dayanmağa, beynini işə salmağa və sizin probleminiz üzərində düşünməyə məcbur edir. Beləcə, onlar özləri də fərqində olmadan sizin üçün həll yolları tapmağa başlayırlar. Bu siyahıdakı ikinci suala xüsusi diqqət yetirməyinizi istəyirəm. Mən bunu necə etməliyəm? Təsəvvür edin ki, siz bu sualı hücum edən və ya iddialı bir səslə deyil, tamamilə hörmətlə, sanki doğrudan da çarəsiz qalıb kömək istəyirmiş kimi verirsiniz. Bu həqiqətən də möcüzəvi bir sualdır. Dolayısıyla siz qarşı tərəfdən məsləhət istəmiş olursunuz. Onların bütün müdafiə mexanizmi çökür və qarşınızdakı inadkar rəqib bir anda sizin tərəfdaşınıza çevrilir. 5-ci və sonuncu bölməmiz 7-38-55 qaydası. Bütün o mükəmməl strategiyaları qursaq belə, əgər biz qarşımızdakının yalan danışdığını tuta bilmiriksə və razılaşmanın doğrudan da icra olunacağını əmin deyiliksə, hər şey boşa gedəcək, elə deyilmi? Gəlin aldatmacaları necə aşkar edəcəyimizi öyrənək. Bu qrafikə diqqətlə baxın. İnanılmazdır. Sözlər bütöv ünsiyyət prosesinin cəmi 7%-ni təşkil edir. Geridə qalan nəhəng 93% tamamilə səs tonu və bədən dilinə aiddir. Əgər kimsə sizə gülümsəyərək, "Bəli, mütləq edəcəm" deyirsə, amma səsində kiçik bir tərəddüd varsa və gözlərini sizdən qaçırırsa, burada 7%lik sözlərlə 93%lik bədən dili bir-birini təksib edir. Yalançıların məhz bu qeyri-verbal uyğunsuzluqları izləyərək ələ keçirirsiniz. Yalan məsələsini həll etdik. Bəs görəsən verdikləri sözü doğrudan da tutacaqlar? Bunun üçün 3 qaydası adlı dahi bir üsuldan istifadə edirik. Siz eyni söhbət zamanı qarşı tərəfdən 3 dəfə razılıq və ya təsdiq almalısınız. Ancaq diqqət edin, məqsədimiz o mənasız, avtomatik bəli cavabını almaq deyil. Siz o qədər ustalıqla etiketləmə və xülasə etməlisiniz ki, o insan sizə baxıb başını yelləyərək tamamilə doğrudur desin. Sən haqlısan yox, məhz tamamilə doğrudur. O an müzakirənin qapılarının sizin üzünüzə taybatay açıldığı andır. Təhlilimizin sonuna gəldik, amma ayrılmazdan əvvəl sizə bir sualım var. Həmişə nələrisə qurban verdiyiniz, hər iki tərəfin də özünü biraz məğlub hiss etdiyi o köhnə kompromislərlə kifayətlənməyə davam edəcəksiniz? Yoxsa insan psixologiyasının ən dərin sirlərini, taktiksel empatiyanı və bu öyrəndiyimiz kalibrlənmiş sualları istifadə edərək növbəti müzakirələrinizdə fərqi bir daha heç vaxt bölməyəcəksiniz? Seçim tamamilə sizindir. Qaydalar artıq əlinizdədir, geriyə sadəcə onları sınaqdan keçirmək qalır. İzlədiyiniz üçün təşəkkürlər.